Hava soyuqdur. Çox soyuqdur hava. Yəni hətta 0 dərəcədə demək olar. İndi düşünürsünüz ki, mən üşümürəm. Mən nə yaxşı motosiklet sürürəm və mənə hər hansı bir soyuq olmur. Çünki əzizlərim qalın geymişəm. Moto geyimdən istifadə edirəm. Adi kutkadan istifadə eləmirəm. Şalvarım var, moto geyimdir, 2 qatdır. Altda qış içliyi var. Plus onun altından adi bildiğiniz cins şalvardır və onun altından da o geyinirləri o alt paltarı kimi çox üzr istəyirəm ondandır. Yəni altda hal-hazırda bir şalvar, moto içliyi, bir də şey var. Moto şalvarım var. Bu bir. Kutkamın içliyi var. Qalın içliyi var. Plus o da moto geyimdir. Dainesindir. Külə görürsünüz. Külə çox pis oynadır. Demək, moto geyimdir. Moto kutkadır. Ya söhbətim yarımçıq qaldı. Bir dənə əlcəyim qış əlcəyi deyil. Bir dənə ayaqqabım botdur. Motosiklet botudur. Heç ayaqlarım heç üşümür. Bir dənə bir də boynum üşür. Boynumda da gərək o qış boyunluğu alım. Qalın qış boyunluğu var. Bir də ondan almalıyım. Başqa bir yəni bir şey ehtiyac yoxdur. Qış boyunluğu almalıyım və səsalım. Yəni qışda belə havada sürünmək üçün. Gördüyünüz göstərə bir də motobotdur. Moto şalvardır, kutkadır və kutkanın üstündə də bir dənə şey geymişəm ki, o yağışdan qorumaq üçün deyil. Bu əslində yağışdan qorumaq sadəcə mən bunu gözə görsənməyə çəkirəm. Çünki hamısı qara istəmirəm. Motosiklet qara, paltarım qara. Ona görə bunu alıb geyinirəm ki, heç olmasa burada adın siz deyin, gözə çarpım. Diqqət görsənsin. Küləkli havada sürməkdə qorxmuram. Çünki küləkli hava təcrübəsini demək olar ki, biraz algılamışam. Qorxduğum yağışlı havadır. Hələ ki qorxduğum yağışlı havadır. Çünki yağışlı havada sürməyi o qədər risk eləmirəm. Çünki qorxuram. Aşaram. Aşmağını niyə deyim sizə qorxuram? Motosikletimin təkərlərinə güvənmirəm. Öz radnoy təkərlərdir. Bir də bu avtomat korobkalarda bir kimi mexanika deyirlər, sürətlər qutusu ilə azala bilmirsən, gələ tormoz verəsən. Tormoz verəndə də qabağı versəm kilitlənəcək, ya da sürüşəcək. Arxa isə sürüşməyə meyillidir. Arxa istənilən təkər olsun sürüşməyə meyillidir. Çünki dönən zaman arxa tormozu basıb dönmək lazımdır ki, yəni qabaq kilitlənməsin. Bir dənə budur. Ona görə yağışlı havada qorxuram. Yoxsa belə mexanika sürsəydim, yəni yağışlı havada da sürərdim. Hələ üçün problem olmazdır. Getdiyim yerdə sürətlə qutusu ilə aşağı salırsan və salam, kef edirsən. Əllərim də ondan. Buranın bir dənə gic küləyə var. Allah haqqı. Bir dənə gic küləyə var. Küləklə başladıq oynamağa. Keçərdim, amma keçənmərəm. Bəlkə keçərəm, görüm. Keçdim. Şükür Allaha. Əsür də. Əllərim üşüyür. Hava çox soyuqdur. Günəş olmasına baxmayın. Sıçdığın içinə tüfanın formasonluq eləməklə deyil. Vay. Bu küləkdə əgər mən bunu sürürəmsə mənə halaldır. Həqiqətən qardaşlar, birisində külək var. Burada külək vurmasın maşının üstündən. Bax, külək o qədər mənə qorxuzmur da. Yerləyir, sağa-soğa yerləsən, yəni aşmır. Maşallah ki, aşmır. Amma yenə deyirəm ki, mən ən çox qorxuzan yağışdır. Yağışda niyə qorxuram? Səbəbini mən sizə demişəm. Arxa təkərlərimi güvənmirəm. Bir dənə güvənmədiyim təkərlərdir. Yox, əgər mənim təkərlərim əla olsaydı və sürüşməsəydi, radnoy təkər olmasaydı, çox təbii ki, mən rahat hərəkət edərdim.
İkisinə ona siqnal vermirdim. Qabaqdakına siqnal verdim. Yatmışdı. Sağ olsun qardaş. Maşını çəkdi. Allah səndən razı olsun qardaşım. Hava çox soyuqdur. Hal-hazırda qar havasıdır. 0 dərəcədir. Yəni çox nazik geyməmişəm. Çox qalın geymişəm. 2 dənə kutka geymişəm. Bir dənə kutka altdandır. Biri onun üstündəndir. Şalvardır, botdur. Soyuğu bir dənə əlimdə hiss edirəm. Bir də boynumda kaska ilə boynumun arasında. Gələ bir dənə boynuq alım, o qalın boynuq alım. Maskını çox sevirəm. Fərqi yoxdur, qış, yay. Bir dənə hava normal olsun, sürəcəm mən onu. Bir dənə yağış yağmasın. Bir də ciddi çox külək olmasın, sürəcəm. Qırmızıda keçməyin yaxşı olmadı da. Belə yerlərdən çox ehtiyat eləyin, çünki risk adam çıxa bilər. Soyuqda da belə bir şey var ki, kaska tez-tez buharlanır. Mütləq ki, biraz arasını açıq qoymaq lazımdır. Yoxsa göz görmək mümkün deyil. Kaskasız sürən. Bu soyuqda necə o kaskasız sürür, ona baxın. Allah Allah. Ona bir dənə çatım. Bir dənə ona belə çatım. O adam maşallah sürür ha. 50 qıvın anasını ağladır. Oyda. Bir dənə ona baxın. Bir dənə ona baxın. Bir dənə ona baxın. Keçdi ora. Gizləndi. Axşam vaxtı bu balaca kameranı istifadə eləmirəm özümü. Çünki yaxşı çəkmir o. Yaxşı çəkmir, ona görə onu istifadə eləmirəm. Axşam vaxtı GoPro 8-dən istifadə edirəm. Çünki GoPro 8 gecə çəkişi çox qəşəngdir. Çox əladır. Sağ ol, brat. Mənə gözlədiyin üçün sənə minnətdarlığımı bildirirəm. Allah sənə razı olsun. Əllərim bir dənə donur. Əllərim çox pis donur. Hava 0 dərəcədir. Əllərim çox pis donur. Başqa yer işləyən yerim yoxdur. Heç yerim işimir. Bir dənə əllərimdən başqa. Salam qardaşım, nə olub? Kaçardı patlıyor. Ona kömək elə bilməyəcəm. Bağışla başladı ödərəm. Burada yaxında usta var. Mahərram var aşağıda. Yaxşı qardaşım, sağ ol. Oldu, sağ ol, çox sağ qardaş. Ay burada avariyanı yandırmışam, yəni mən saxlaya bilərəm döngədə ha. Yəni adamın beyni işləmir ki, işləmir ki, döngədə maşın saxlamırlar. Yəni bu qədər adam düşüncəsiz ola bilir. Avariyanı deyə yandırmışam, oy bilin deyə avariyanı yandırmışam. Avariyanı yandırmaq, sənin saxlamaq demək deyil axı. Hələ fikir verdiniz, oğlan ayağı yerdə sürüntlənirdi. Yəni avariyanı yandırırsa, bu orada dayanmalıdır. Təsəvvürün yolun ortasını yandır avariyanı və salam. Deyə mən yandırmışam, mən dura bilərəm. Düşüncəyə bax ha. Elə bilirsiniz ki, maşını sürənlərdə də belə var. Maskeli sürənlərin də bir çoxu belə bunun kimi düşünür də. Həm onu deyək, həm bunu deyək. Elə bunun kimi oturan, maskada oturursa vəssalam da. Birinin gelib başı partlayıb, düz labalab gelib avtobus. Necə mənə yandırıb yaxı? Deyir ki, avariyanı yandırmışam da. Deməkdən qardaş, bağışda, qələt eləmişəm. John deməz. Yəni də, bilmədim. Get 5 metr qabaqda saxla. Elə sürətlə gəlib risk tormuz verirlər ki, bunlar. Elə bilim ki, arada o qədər böyük bir məsafə var. Mən gəlib o tərəf keçərdim, mən ən yaxşı qıraq o tərəfdir. Nə yaxşı yandırdın? Nə yaxşı? Nə yaxşı mənə gördün sən? Yolun kərə-kötür olması da oynadır adamı, Allah haqqı. Kaska niyə yoxdur? Kaska nə edib taxmırsan? O videonu gördün? O videonu gördün? Qaqaşın başını partlamışdı. Deyəm deyildi.
Yenə də qoruyur da en azından. Sarın səhvdə, yesin sağlı. Qoydum atışıb, mənə yerlədim. Özü qoruyor, ehtiyatlı ol valla.